Protein tozu hər kəs üçün deyil və bəzi hallarda bu sizə kömək etmir və əksinə zərər verə bilər. İdman edən insanların böyük hissəsi eyni səhv edir. Düşünürlər ki, nə qədər çox protein qəbul etsələr, bir o qədər də tez əzələ yığacaqlar. Amma bədən bu qədər primitiv deyil. Əzələ yığmaq üçün yalnız protein kifayət deyil və bunun üçün düzgün məşq, kifayət qədər kalori, hormon balansı və həmçinin bərpa dövrü lazımdır. Əgər bu sistem olaraq işləmirsə, protein əlavə edərək prosesi kömək etməyəcəksiniz və hətta zərər vurmuş olacaqsınız. İndi isə əsas suala baxaq. Protein tozu təhlükəlidirmi? Bunun da cavabı sadə deyil. Sağlam fərdlərdə düzgün dozada istifadə edildikdə ümumiyyətlə təhlükəsiz hesab oluna bilir. Amma problem ondadır ki, insanlar bunu fərdələşdirmir və hər kəsə eyni cür təyin olunur. Birinci risk qrupu böyrək problemi olan insanlardır. Yüksək protein qəbulu böyrəklərdə hiperfiltrasiyaya səbəb olur və sağlam insanda bu kompensasiya oluna bilir, idarə oluna bilir orqanizm tərəfindən. Amma artıq zədələnmiş böyrək üçün isə bu əlavə yük hesab olunur və vəziyyətini daha da pasiyentin pisləşdirir. İkinci məsələ metabolik təsiridir. Protein şəkər deyil, düzdür. Amma insulin ifrazını stimullaşdıra bilir. Xüsusilə insulin rezistentliyi olan insanlarda yüksək protein və yüksək kalori birlikdə metabolik yükü artıra bilər. Həmçinin tozların tərkibində müxtəlif dadlandırıcılar da insulin direncini artıra bilir. Üçüncü problem isə məhsulun keyfiyyətidir. Bütün protein tozları təəssüf ki, eyni deyil. Bəzilərində əlavə şəkərlər, süni dadlandırıcılar və hətta ağır metal izləri də aşkar olunur və insanlar bunu sağlam seçim kimi qəbul edir. Amma real tərkibi heç kəs analiz etmir. Dördüncüsü və ən vacib məsələ isə yanlış gözləntilərimizdir. İnsanlar düşünür ki, protein içmək nəticə verəcək. Amma əgər məşq düzgün deyilsə, yuxu azdırsa, uyğun deyilsə, kalori balansımız pozulubsa, onda protein heç nəyi dəyişdirməyəcək və effektini də görməyəcəksiniz. Bu nöqtədə isə əsas həqiqət budur ki, problem insanların proteini az qəbul etməsində deyil. Problem bir çox hallarda onların sistemi səhv qurmasındadır. Beynəlxalq təşkilatlar, o cümlədən Amerika İdman Təbabəti Kolleci və endokrinoloji yanaşmalar bildirir ki, protein qəbulu fərdi olmalıdır və ümumi tövsiyə var ki, hər kəs bunu eyni qəbul edə bilməz. İdman edən bir insan üçün optimal protein qəbulu təxminən 1,2 qramdan 2 qrama qədər kiloqram çəkiyə görədir. Amma bu da vəziyyətə görə dəyişir. Əgər siz artıq bu miqdarı qidadan alırsınızsa, əlavə protein tozunun heç bir faydası olmayacaqdır. Sadəcə böyrəklərinizi və orqanizmin metabolik yükünü artıracaqsınız. Əksinə, siz əlavə yük daşıyacaqsınız. Bəs nə edək? İlk olaraq protein tozunu əsas qida kimi yox, əlavə vasitə kimi qəbul edin. Yəni qidanızdan protein almağa çalışın. Çatmazsa protein məhsulu istifadə edə bilərsiniz. İkincisi, ümumi protein qəbulunuzu hesablayın. Əgər kifayət qədər qida ilə protein qəbul edirsinizsə, onda protein tozlarına gərək yoxdur. Üçüncüsü, böyrək funksiyanızı və orqanizminizin metabolik vəziyyətinizi nəzərə alın. Yəni endokrin müayinədən keçin. Dördüncüsü, keyfiyyətli məhsulu seçin və tərkibini diqqətlə oxuyun. Və ən vacibi, nəticə verməyən sistemə sadəcə protein əlavə etməklə problemini həll edə bilməyəcəksiniz. Əgər siz bu günə qədər protein içirsinizsə, amma heç bir nəticə görmürsünüzsə, bu sizin probleminiz deyil. Sadəcə səhv yanaşmanızdır. Ona görə də bu videonun daha çox insana çatması üçün, idmançıların daha çox bunu dinləməsi üçün bəyənməyi, paylaşmağı unutmayın. Suallarınızı şərhlərdə yazın. Özünüzə yaxşı baxın.